Şirkətlərin çoxsunda qarşılaşılan problemlərdən də biri rəhbər heyət əslində bütün işçi heyətinin nə işlə məşğul olduğunu tam olaraq bilə bilmir və iş bölgüsündə də onların performans dəyərləndirməsində də hansısa bir sistemə əsaslanmadan öz fikirlərinə görə qiymət verə bilir. Məsələn, biz adətən sahibkarlara deyirik ki, əgər sizin işçi sayınızda artım varsa və siz artıq işçilərinizin adını, soyadını, onların nə işlə məşğul olduğunu xatırlaya bilmirsinizsə, demək ki, artıq sizə çox təcili şəkildə sistemli idarə etmənin qurulması vacibdir. Nəyə görə? Yəni, əvvəl kiçik bir otaqdan başlayan sahibkarlıq, yəni bir otaqda hər kəs bir-birini görür, müəyyən qədər kommunikasiya sıxdır və idarə etmə mümkündür deyə hər şey yaxşı, yavaş-yavaş inkişaf elə gedir. Rəhbərlərin bu işçi heyətinin artmağından da əlavə olaraq onların düzgün performans bölgüsünü apara bilmədiyinə görə həmin bu şöbələr arasında ədalət prinsipi də pozula bilir, aralarında kommunikasiya da pozula bilir. Onlar bir-birlərini düzgün başa düşməyərək sistemsiz bir hərəkət edirlər. Və köhnə komandaya öyrəşmiş olan rəhbər, kiçik bir komandaya öyrəşmiş olan rəhbər artıq yeni heyətin və yaxud da böyüdükdən sonra kimlərinsə işi düzgün aparılmaması barəsində bir şübhəyə düşür. Burada əslində şübhəlik bir məqam yoxdur. Buradakı bütün nöqsanlar sahibkarın özündən irəli gələn bir məsələdir. Çünki işçiyə əgər düzgün kommunikasiya kanalları verilmirsə, işçilər arasında məsuliyyət səlahiyyət bölgüsü aparılmırsa, bu zaman işçinin edə biləcəyi bir şey yoxdur. Sadəcə olaraq işçinin bütün işləri rəhbərə yaratması kimi görünəcəkdir. Bunun üçün nə etmək lazımdır? Əməkdaşlar arasında strukturda kimin kimə tabeçilik prinsipləri öncədən bəlli olmalıdır. Onların hər birinin vəzifə, məsuliyyət, səlahiyyət bölgüsü dəqiq aparılmalıdır və bu barədə hər biri məlumatda olmalıdır. Yəni, bunun üçün kimin hansı hallarda nə ilə necə əlaqə saxlayacağı, nəyə məsul olacağı barəsində bir cədvəl hazırlayıb işçi heyətə tanıtmaq olar. Bunun əsasında artıq sizin filiallarınız olsa belə, otaq saylarınız çox olsa belə, işçiləriniz 2-3 dəfə artsa belə, bu işlər düzgün şəkildə gedəcək. Yəni, beynəlxalq şirkətlərdən, məsələn, McDonald's-a baxın, dünyanın hər yerində filialı var, amma hər yerdə eyni sistem, eyni mexanizm gedir. Hara getsəniz, eyni resepti görərsiniz, eyni işçi geyimini və eyni formatı izləyə bilərsiniz. Böyümək üçün bax, bu standartlaşdırma və sistemləşmə mütləqdir.